Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in. Bağışlayan ve mehriban Allah'ın adıyla bugünkü gün inşallah danışacağımız mövzu Allah'ı tanımaq haqqdadır ki, Allah'ı tanımaq üçün bir neçə yol var, bir neçə məsələ var ki, onlardan bir yolda bundan ibarətdir ki, insan Allah'ın yaratdıqlarına baxmaqla Allah'ı tanıya bilər, Allah'ı dərk edə bilər. Misal olaraq deyə bilərik ki, Həzrət Əli əleyhissalama sual verdilər. Ya Əli, sən Allahı görmüsənmi? Əli əleyhissalam buyurdu ki, mən görmədiyimə ibadət eləmərəm. İnsanlar başa düşə bilərlər ki, Həzrət Əli əleyhissalam doğrudanmı bu zahiri gözdən Allahı görüb? Əlbəttə ki, xeyr. Əli əleyhissalam özü də buna cavab verir ki, insan Allahın yaratdıqlarına baxmaqla Allahı dərk edə bilər. Məsələn, insan təbiət qoynunda Allahın yaratdığı gözəllikləri müşahidə eləməklə Allahı dərk edə bilər. Allahın yaratdığı canlı insanları və heyvanları, quşları necə gözəl yaratdığını görməklə insan eləyə bilər ki, Allahı dərk eləsin. Və yaxud da canlı və cansız nə varsa da ümumiyyətcə dünyada, təbiətdə insan onlara ecazkarlığına baxmaqla Allahın necə gözəl bir varlıq olduğunu, necə xaliq olduğunu insan öz fitrətində dərk edə bilər. Və eləcə də İmam Cəfər Sadiq əleyhissalama da sual verirlər ki, bir gün, ya İmam, Allah eləyə bilərmi ki, bu dünyanı kiçicik bir, hər hansısa bir şeyin içərisinə yerləşdirsin, Allah bunu bacarar. İmam Sadiq əleyhissalam ona cavabında deyir ki, çıxaq səni ilə bayıra çıxırlar, göstərir İmam ona təbiətin qoynunda olan mənzərələri, dağları, dərələri. Ona sual verir ki, hal-hazırda nə görürsən? İmama cavab verir ki, hal-hazırda dağları görürəm, meşələri görürəm, təbiəti görürəm, canlı və cansızları görürəm. İmam ona cavab verir ki, Allah o gözəl varlıqdır ki, o böyük varlıqdır ki, o böyük xaliqdir ki, sənin kiçicik gözlərinə bu qədər böyük mənzərəni yerləşdirir. Allah hər şeyə qadirdir və hər şeyə qüdrəti çatan bir varlıqdır. Və insanın Allahı dərk eləməsi bir üslubu bundan ibarətdir. Başqa bir üslub bundan ibarətdir ki, insan eləyə bilər elm vasitəsilə oxumaqla Allahı dərk eləsin. İnsan öz təbiətindən Allahı dərk eləsin. Allahı dərk eləmək üçün əgər insan özü çalışsa, çox şeylə eləyə bilər ki, Allahı dərk eləsin. Allahı tanımaq, Allahın varlığını qəbul etmək insanın birinci növbədə fitri olan hissidir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.